Kopyaladım. Alt-alta eləyək. Bu hissədə filtrlərimizi əlavə eləyərik. Yəni, eyni formada eləyək ki, əslində bunu sildim. Böyütdüm bir balaca da. Ctrl-C, Ctrl-V. Okey. Bunu yığışdırıram indidən. Böyüklüyünü görə bilim. Məncə bu qədər bəsdir. Ctrl-C, Ctrl-V deyirəm ki, digərində eyni qaydada. Başlayaq indi tətbiq eləməyə. Sağ düyməni üzərinə 2 dəfə klikləyəndə gəldi. No line, no fill dedim. Legendləri bu hissədən yığışdıraq. Design, add sort element, legendləri yığışdırdım. Okey. Əslində burada legend lazımdır. Qalsın bu. Bunda Palatino deyək. Kişi və qadın hansı rəngin, hansı göstəricini bildirdiyini görək. Məncə bu eyni boyda olsa daha yaxşı olar. Okey. Totalda olsun cins əmək haqqı üzrə. Əmək haqqı daha doğrusu cins üzrə. Mötərizədə cins üzrə. Bunun formatın yenə eyni format, eyni rəng və bold dedik. Okey. İndi gəldik nəyə? Baxın, mənə lazımdır legendlər görsənsin. Mən gəlirəm, bunu faizi yığışdırıram buradan. Nəyə görə? İndi deyəcəm. No calculation. Standart olaraq, əgər mən bura dizaynla bir label əlavə eləsəm, kənarında olsun, bu formada. Baxın, özü avtomatik, baxmayaraq ki, faiz şəklində deyil, faizdə göstərdi ki, sağ düyməni klikləyib data label-a daxil olanda, baxın, bayaqkindən fərqli olaraq mənim burada percentage deyə bir seçimim var. Amma bayaq value, sonra show header leader line gəlirdi. Bu nədir? Çünki PyChart standart olaraq adı üstündə. Hər hansı bir bölgüdə, baxın, hər hansı bir bölgüdə mənə bunların payını göstərərək ümumi bölgüdəki faiz bölgüsünü rahat şəkildə göstərə bilər. Çünki PyChartın belə bir özəlliyi var. Ona görə də artıq mənim gəlib xüsusilə hansısa bir buradan faiz göstərməyimə ehtiyac yoxdur. Özü zaten mənə burada faizi göstərir. Deməli, əmək haqqı fondumun 46% düşür qadınlara, 54% isə kişilərin hesabına düşür ki, burada mənə yalnız faizin göstərməni istəyirəmsə, sağ düymə format data label'dan kateqoriya neyimi yığışdırdım ki, onsuz da burada mənə belə deyək də göstəribdir bölgünü. Gəldik nə? Label'ları da yazdım. Bu format da okey, biraz da böyütdüm. Mənə rahat şəkildə göstərmiş oldu. Bunu sağa sola doğru hərəkət etdirə bilərəm. İndi gəldik nəyə? Eyni şeyi tətbiq edəcəyik. Performansın belə deyək, cins üzrə olanına. Ctrl-C, Ctrl-V. Bundan faizi yığışdırırıq buradan. No calculation. Eyni şeyin formatın bura kopyalayaq. İşimizi biraz asanlaşdıraq. Fayllar yığışdırdım. Legendlər okeydir. Demək, 2 dəfə kliklədim. No fill, no line dedim. Bunların rənginin birini dəyişək. Daha fərqli rəngdən istifadə edək. Misal üçün, bu rəng olsun elə. Design'dan chart title, above chart yazıram. Performance cins üzrə.
Burada bir dənə baxaq. Başlığın formatını kopyaladım. Bura tətbiq elədim. Eyni qayda ilə eyni şeyləri tətbiq edək. Okey. Kişi və qadın. Rənglər o qədər də fərqlənmir. Mən də bunu biraz böyüdək. 12 qalsın. Bu da 12 olsun. Məncə rəngi dəyişək dizayndan. Aha, elə bu rəng yaxşıdır. Bunu biraz böyüdək, daha böyük görsənsin. Gəldik. Add start elementdən label'ları da əlavə elədim. Sağ düymə. Deyirəm ki, ancaq faiz görsənsin. Baxın, üzərinə klikləyib bu şəkildə birləşdirib aralaya bilərik. Chart olan hissəni burada yenə böyütdüm. Bir qədər. Okey. Bunu da qaldırdım yuxarı. Ctrl Z. İndi label'larımı bir qədər böyüdəcəm. Burada baxaq, eyni formatı tətbiq edək gəlin. Formatı kopyaladım. Eynisində bura. Eyni şeyi kopyaladım. Eyni şeyi burada da eyni şey. Performans və əmək haqqını cins üzrə də yazdıq bura. Ümumi qrafikimiz demək olar ki, hazırdır hesabatımız. Belə bir şey eləyək. Demək, ümumi analiz dedik. Yekunlaşdırdım buranda. Bu hissədə mənim filtrlərim olacaq, slicerlərim. İndi baxacağıq necə. Məncə aşağı hissəni seçdim sona qədər. Sağ düymə hide dedim. Daha səliqəli olsun, görsənmir. Buradan da sağ düymə hide dedim. Okey. İndi baxdıq nəyə? Baxın. Slicer tətbiq edək və həmin slicerla bu qrafiklər arasında connection yaradacağıq. Necə? İndi baxacağıq ona. Bu arxa fonda olandan birini kopya edək. Ctrl V ilə yapışdıraq bura. Və sona qədər çəkək. Okey. Buna da bir başlıq əlavə eləyək. Başlığım olsun filter. Filtrlərdə müxtəlif text box, müxtəlif istədiyim filtri bura tətbiq edə biləcəm. Baxacağıq necə. Slicerlar vasitəsilə. Hansı ki, biz slicerların hansı işləri yerinə yetirdiyinə baxmışdıq. Sağ düymə, format shape, no fill. Daha doğrusu sağ düymə, format, no fill, no outline. Bu da olsun ağ rəng. Biraz da böyüdək. Okey. Yazıldı filtr. İndi gəldik nəyə? Baxın, hər hansı bir qrafikin üzərində fərqi yoxdur. Klikləyəndə Analyze, Design və Format deyə hissə açılır. Analyze-a daxil oluram və Insert Slicer deyilən bir hissə var. Slicer-a daxil olacam ki, bura bir neçə slicer tətbiq edəcəm. Insert Slicer dediyim, burada mənim gəldi həmin o database-ində olan başlıqlarım. Report, baxın, hər hansı birinin üzərində Analyze-a gəldim. Fərqi yoxdur, hansı qrafik olur olsun. Insert Slicer və bir cins deyib OK klikləyirəm. Baxın, mənə cins deyə bir slicer gətirdi bura. Və bunu kiçildirəm, bu formada tətbiq edirəm bura. Bu nədir? Kişiyə klikləyəndə mənə burada hər departamentdə işləyən kişi cinsindən olan işçilərimin performans göstəricilərini, qadına klikləyəndə hər departamentdə olan qadın işçilərimin, baxın, göstərir mənə nəyin göstəricilərini. Misal üçün, qadın işçilərimdə baxıram ki, audit departamentində olan performans aşağıdır, amma kişi işçilərimdə nisbətən daha yuxarıdır, audit departamentində olan işçilərim. Və buradan da slicerdən silə bilərəm. Gəlin dizayndan
Bura bir line əlavə eləyək. Daha rahat görə bilək. Kişilər və qadınlar. İndi gəldik nəyə? Baxın. Bura klikləyəndə burada görünən filtrin eyni qayda ilə digər dashboardlarda da öz əksini tapmaq istəyirəmsə, yəni necə? Misal üçün, əmək haqqıdır vəzifələr üzrə. Qadına klikləyəndə yalnız qadın işçilərin əmək haqqlarını görmək istəyirəmsə, onun üçün slice'ın üzərində klikləyəndə options deyilən bir hissə açılır. Bu options ilə burada report connection-la digər pivotlar arasında əlaqə yaratmalıyam. Ki bu pivotların hər birinin zaten analyzer klikləyəndə adları var. Pivot table 34, pivot table 31 və eyni qaydanın digərləri. Amma bir məsələ var ki, mən istəyirəm ki, bütün pivotlarla əlaqə yaradım. Elə ki, belə deyək də, mənim hər bir pivotum, belə deyək, daha doğrusu filtrim o pivotda öz əksini tapsın. Və dolayısıyla buradan filtr verəndə burada pivot dəyişəcəksə, həmin o dəyişmə zaten öz əksini burada yansıdacaq. Necə? Options'a dedim, report connection-da açıram və burada mənə lazım olan pivotlarımı seçirəm. Burada bir nüansa diqqət edək. Ola bilər ki, sizin iş mühitinizdə istifadə edəcəyiniz Excel-də müxtəlif pivotlar olar. Burada çoxlu pivot ola bilər. Ancaq sizə lazım olan pivotları buradan seçməlisiniz. Burada faktiki hər bir pivot mənə lazım olduğuna görə, çünki istəyirəm ki, bütün dəyişikliklər bütün pivotlarda öz əksini tapsın. Report connection da bütün pivotlara çek qoyuram. Və artıq gəlib, qadına klikləsəm, baxın, gördünüz, gəldi, yalnız və yalnız qadın işçilərindən ibarət işçilərimin göstərdiyi, belə deyək, göstəriciləri. Kişiyə klikləsəm, yalnız kişi işçilərindən olan göstəriciləri göstərəcək. Yəni necə? Baxın, sildim. Diqqətlə baxsam görərəm ki, nəyə? Bunu bir balaca uzaqlaşdıraq. Baxın, qadına klikləyəndə gördünüz göstəricilər dəyişdi. Kişiyə klikləyəndə gördünüz göstəricilər dəyişib bu formada olmuş oldu. Bu oldu birinci filtrim. Gəldi indi növbəti hissəyə. Növbəti hissədə yeni bir filtr əlavə edəcəm. Yəni hər hansı bir qrafik analizda, insert slicer'da misal üçün deyək ki, olsun departamentlər və OK kliklədim. Departamentləri mənə burada gətirdi, göstərdi. Bu departamenti baxın, bu formada tətbiq edəcəm. Gəlin bura qoyaq və sağa doğru çəkirəm. Bunu da bir balaca kiçildirəm. Slicer'a daxil olanda slicer'ın neçə sütundan ibarət olduğunu buradan tənzimləyə bilərəm. Slicer olan hissəni məncə biraz böyüdək. Elə bu qalsın, bu da bura fərqli bir şey tətbiq edərik. Mən gəlib bura hər bir departamentin filtrini gördüm. Bunun da rəngini dəyişirəm, fərqli bir rəng tətbiq edirəm. Audit, hüquq, IT, ictimaiyyətlə əlaqələr, maliyyə, strateji inkişaf və digərlər. İndi gəldik nəyə? IT klikləyəndə baxın, IT-nin, hüquqa klikləyəndə hüquq və digər yalnız bir göstəricini mənə burada göstərmiş olacaq. Sətəm, baxın, 300, eyni qaydanın digərlər. Məsələn, ikisini birdən seçsəm, report connection desəm, baxın, mənə iki göstəricini göstərdi. Multiplice edim. Satın alma ilə XID, bu nə idi? ITG, yadımdan çıxdı, bayaqları adını dəyişdirdik. Həmin departament IT-yə klikləsəm 3 xətt, İRİ-də klikləsəm 4 xətti göstərmiş olacaq. İndi bu departament adlı filtr ilə digərlər arasında connection yaradacamsa, report connection-dan yenə gəlib hər birinə bir check qoyacam. Check qoydum və OK dedim. İndi gəldim nəyə? IT klikləyəndə baxın, bütün departamentlərim dəyişdi. Daha doğrusu bütün vəzifələr, dashboardlarım dəyişdi. Layihələrə klikləyəndə dəyişdi. Hər birinə klikləyəndə dəyişmiş olur. Bunun dəyişmə səbəbi nədir? Dəyişmə səbəbi odur ki, gəlin bir dənə baxaq burada. OK. Dəyişmə səbəbi odur ki, sətəmə klikləyəndə bu mənə yalnız bütün qrafiklərin sətəmin göstərir. Yəni, əmək haqqı bölgüsü cinsi üzrə yalnız sətəmdə olan işçilərdən göstərir. Yəni, necə? Standartda göstərici 46-dan 54-dədir, amma sətəmə klikləyəndə 47-dən 53 olur. Bu o deməkdir ki, sətəm departamentində işləyən bütün işçilərimin əmək haqqlarından 47% qadınların, 53% kişilərin hesabına düşür. Eyni qaydanın digər göstəricilər. Misal üçün, mən istəyirəm ki, yalnız və yalnız sətəmdə işləyən, misal üçün, belə deyək, işçilərin performansını görün, ancaq kişi işçilərin yaş üzrə performansını görmək istəyirəm. Necə eləyəcəm? Sətəmə kliklədim, dəyişdi. Yuxarıdakı filtrdən də gəlib, qadın, yox, kişiyə klikləyən kimi, baxın, mənə avtomatik sətəm departamentində işləyən kişi cinsindən olanların yaş bölgüsü üzrə performansını göstərir. Deyək ki, kişilərin arasında ən yüksək göstərici 40-50 yaş, sətəm departamentində 40-50 yaş arasında, hansı ki 817-dir, bu da ümumi cəmin 44%-ni göstərmiş olur. Dolayısıyla mən buradan filtrə klikləyəndə həmin filtr öz əksini gəlib burada da tapır və o da həmin bu datalar, həmin
pivotlara bağlandığına görə bu dashboardlar özünü də burada tapmış olur. Gəldi indi bunları yenə yığışdırdıq. Növbəti bir filtr əlavə eləyək. Yenə hər hansı bir üzərinə kliklədim. Bu dəfə slicer'ım olsun. Məncə olsun. Bir dənə də olsun vəzifələr üzrə. Bu da sonuncu olsun. Bunu bir qədər sərgəli hala salaq. Məncə belə bir şey tətbiq edək. Görək alınacaq ya yox. Bunu 2 sütun edək. Böyüdək sona qədər kişi və qadın olsun. Bunu sonda bu formada tətbiq edək. Bu da olsun vəzifələrin. Burada neçə sütundur? 5. Burada da 5 sütun tətbiq elədik. Və çəkdik. Okey. Vəzifəm daha çoxdur. Gəlin vəzifə hissəsində database-də biraz kiçildək. Misal üçün, aparıcı mütəxəssis şəbəkə inzibatçısı. Elə gəlin bunu şəbəkə inzibatçısı eləyək. Şəbəkə inzibatçısı. Əslində, həm ölçü kiçiləcək. Amma say dəyişməyəcək də. Bunu eləməyin bir adı yoxdur. Aparıcı mütəxəssis eləyək də onda hamısı. Ki, say azalsın. Aparıcı mütəxəssis elədik ki, digər bütün sayılar azalsın. Okey, baxaq başqa nə var. Mütəxəssis, mühəndislərin hər birini mühəndis eləyək. Mühəndis. Kopyaladım. Okey. Sonra nə var? Bir dənə baxaq burada. Mütəxəssis, proqram tərtibatçısı, sistem inzibatçısı. Gəlin bunlarda, məncə bunların hər biri IT departamentinə aiddir. IT-dirsə elə, yəni eləyək sistem inzibatçısı. Okey. Hər hansı bir pivotun üzərində analyze, refresh, birinci refresh yox, ikinci refresh ol deməklə bütün dəyişikliklərin bütün pivotlara və bütün dashboardlarda öz əksini tapa bilər. Baxın, dəyişdi. Okey, burada da dəyişdi. Bunu silirəm. Format, hər hansı birinin üzərində analyze, insert slicer, vəzifə üzrə tətbiq edirəm, okey deyirəm. Və bunu da 5 sütundan ibarət edəcəm. Burada yeni bir şey öyrənəcəyik. Yeni bir şey nədir, onu deyəcəm. Baxın, əgər siz məlumat bazanızdan hər hansı vəzifələri siləndən sonra həmin vəzifələr əvvəlcədən tətbiq edilmiş slicer varsa, yəni nə zaman tətbiq etsəm onlar görsənəcək. Faktiki bunlar silinmiş vəzifələrdir. Bu slicerda vəzifələrin görünməməyini istəyirəmsə, optionsa daxil olub, slicer settingsdə baxın, belə bir seçim var. Slicer settingsə daxil olanda baxın, sonuncu seçim var. They show item deleted from the data source. Itemları göstər, hansı ki, data source-dan silinən. Mən həmin itemların görünməməyini istəyirəm. Və okey deyirəm, baxın, həmin itemlar artıq bu hissədən silinmiş oldu. Bu da yerimiz biraz dardı. Məncə belə bir şey edək. Bunların hər birini bir qədər aşağı çəkək. Qrafiklərimizi bir qədər aşağı çəkdik. Vaxt ikiisi olmasın deyə bu hissəni saxladım. Yeni bir shape əlavə elədim və həmin shape-i cinsləri burada və digər göstəriciləri burada seçəcəm. Baxın, shape əlavə elədim və həmin filtr bura gətirəndə gördüyünüz kimi biraz bulanıq görsənir. Bulanıq olma səbəbi odur ki, mənim shape-im filtrindən öndədir. Shape-i arxaya göndərmək üçün format seçdim. Send və send to back dedim. Ən arxaya göndərdim. Qabaqda indi filtrimdir. Gəldim departamentimi və vəzifəmi bura rahat şəkildə qoydum və qısaldıb bu şəkildə tətbiq edə bilərəm. İndi gəldik nəyə? Bunlar arasında connection var, ancaq bunda yoxdur. Optionsdan report connection deyirəm və hər bir pivotum ilə ayrılıqda connection-ı qurub OK klikləyirəm. Aha. Baxa indi nəyə? Baxın, biraz qısalanda aşağıya doğru seçdim. Sağ düymə hide deməklə düzəltmiş oldum.
İndi baxdıq nəyə? Bu pivotun da rəngin fərqli rəng eləyək. Olsun bu rəng. Qadına klikləyəndə qadın işçilərin mənə filtr verir. IT-yə klikləyəndə IT, baxın, gəldi nə? IT şöbəsində olan vəzifələri göstərdi mənə. Biraz yaxınlaşdırıram. Departament rəisi müavini və həmin hissələri maaşlarını göstərdi. IT hissəsində olan qadınlar desəm, mənə qadın işçilərimi göstərmiş olacaq. Vəzifəyə gəldikdə isə, misal üçün, mənə lazımdır iqtisadçıların, baxın, gəldi yalnız iqtisadçısını göstərdi. Multiply Selection auditor, arxiv müdürü və mühasiblərin nəyin göstərir? Əmək haqqılarını göstərir, performansını və digərləri. Hansı ki, seçdiyim vəzifələrin içərisində yalnız kişi işçilərini istəyirəmsə, hansı filtrə klikləsəm, həmin filtr mənə göstərilən dashboardlarda connection yanandığına görə həmin o filtrasiyanı verir və lazım olan məlumatı mənim gözümün qarşısına çıxartmış olur. Belə. Ümid edirəm ki, qrafik haqqında yetərli məlumatları sizə verə bildim. Bu kimi işləri yalnız daha çoxlu işləməklə, daha çoxlu dashboardlar hazırlamaqla özünüzü daha çox, belə deyək, inkişaf etdirə bilərsiniz. Növbəti dərslərdə görüşərik.